Bu gecə burada bizə qoşulduğunuz üçün hər birinizə təşəkkür edirəm. Və bu yeri bu gecə bu qədər xüsusi edən dünyanın hər yerindən buraya, Birləşmiş Krallığa qədər gələn bütün bu pak qardaşların və bacıların iştirakıdır. Bu gecə burada demək olar ki, planetin hər qitəsindən insanlar var və onlar Allahın dini, Allahın hakimiyyəti haqqında eşitmək, öyrənmək üçün buradadırlar. Allah hər birinizi qorusun. Təşəkkür edirəm. Beləliklə, bu gün mühazirələr silsiləsinin ilk mühazirəsidir. Bu yeni bir seriyadır ki, biz onu buradakı insanlar üçün və dünyanın hər tərəfindən evdən izləyəcək insanlar üçün qeydə alacağıq və təqdim edəcəyik. Bu seriyada biz dinimizi mümkün olan ən aydın şəkildə izah etməyə çalışacağıq və bugünkü mühazirə, birinci mühazirə bizim dinimiz adlanır və bizim dinimiz bu planetdəki ən xüsusi, ən yaxşı dindir. Onun belə olmasının səbəbi odur ki, bu diri dindir. Bu ölü din deyil. Planetin üzərində çoxlu dinlər mövcuddur. Amma onların əksəriyyəti